İsə ölkə və dünya iqtisadiyyatında baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyada olan həmkarım Rasim Şərifova bağlanırıq. Rasim, salam. Hər vaxtın xeyir olsun Günel. Rasim, buyurun, söz sizdədir. Günel, əvvəla qeyd edim ki, bugün üçün maraqlı xəbərləriniz var. İlk olaraq onu bildirmək istəyirəm ki, əhalinin banklardakı əmanətləri azalıb və bu əmanətlər azalmasının səbəbi nədir? Bu barədə məlumat verəcək və eyni zamanda Azərbaycanda qeyri-dövlət pensiya fondları yaradılacaq və xarici xəbərlərimiz olacaq və xəbərlərimizin sonunda ölkə və dünya iqtisadiyyatında baş verən bir sıra xəbərlər isə tamaşaçılarımıza təqdim etməyə çalışacaq. Bir neçə dəqiqədən sonra təfərrüatını təqdim edəcəyik. İndi isə daha ətraflı. Tanap boru xətti 2018-ci ilin ortalarında istifadəyə veriləcək. Bu barədə Dövlət Neft şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yuxuzadə məlumat verib. Onun sözlərinə görə illik ötürmə qabiliyyəti 31 milyard kubmetr olan kəmər 2026-cı ildə tam gücü ilə işləyəcək. Xoşbəxt Yusufzadənin sözlərinə görə Dövlət Neft şirkəti BP şirkəti ilə birlikdə Xəzərin Dayaz suyu hissələrində neft axtarışlarına başlayacaq. Bununla bağlı hər iki şirkət arasında müqavilə imzalanıb. Dövlət Neft şirkəti BP-ni quruda da neft yataqlarının işlənilməsində iştiraka dəvət edib. Azərbaycan Sığorta Pensiya Sistemində yığım kampaniyasının tətbiqi və qeyri-dövlət pensiya fondunun fəaliyyəti sayəsində Latviyanın təcrübəsindən yararlanacaq. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib. Bildirib ki, layihədə prioritet pensiya sisteminin maliyyət dayanıqlığının təmin olunmasıdır. Bundan başqa əhalinin etibarlı pensiya təminatına nail olması üçün məcburi dövlət sosial sığortasından əlavə mexanizmlərin də formalaşması vacibdir. Layihənin Avropa İttifaqı ilə əməkdaşlıq şəraitində həyata keçirilməsi nəzərdə tutulub. İstər yığım komponentinin tətbiqi olsun, istərsə də qeyri-dövlət pensiya fondlarının reallaşdırılması olsun. Burada bizim başlıca məqsədlərimiz qeyd olunan sahədə könüllü prinsiplər əsasında sosial sığorta haqlarının toplanması, fərdi yığım hesablarında və fərdi qeyri-dövlət pensiya institutlarında olan hesablarda əks olunması, maliyyə bazarında yerləşdirilməsi, müəyyən dividendlər əldə olaraq həmin vəsaitlərin artırılıb, sonradan vətəndaşların pensiya təminatına yönəldilməsini başlıca olaraq hədəfləmişik. Bu arada əhalinin banklardakı əmanətləri azalıb. Mərkəzi Bankın hesabatına əsasən aprel ayında əhalinin əmanətləri 86 milyon manatdan da çox aşağı düşüb. Mütəxəssislər əmanətlərin həcminin daha da azalacağını proqnoz edirlər. Səbəb kimi əmanətlərin sığortalanması fondu tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin endirilməsi göstərilir. Ümumilikdə bu ilin 4 ay ərzində əhalinin banklardakı əmanətləri 2,7% çoxalıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 13% artım təşkil edib. İndi isə bəzi xarici xəbərlərə nəzər yetirək. Rusiya prezidenti Vladimir Putin Çinlə imzalanan qaz müqaviləsinə uyğun olaraq Gazprom şirkətinin kapitallaşdırılması imkanlarının yenidən nəzərdən keçirilməsi məqsədi ilə hökumətə tapşırıqlar verib. Rusya gazının Çin'e ihracı için lazımi infrastrukturun inşasına talep olunan 55 milyar dolara müvafiq olarak Gazprom'un kapitallaştırılmasına büyük zərurət yaranır. Burada söhbət Şərqi Sibir'den Çin'e nəzərdə tutulan gaz ihracının başlanğıcı için zəruri olan yeni infrastrukturun inşaat değerinin həcminə görə kapitalın gücləndirilməsindən gedir. Gazprom Çin tərəfdarlarından 25 milyar dolar avaz almaqla bağlı razılıq əldə edib. Lakin biz kapitallaşdırma yoluyla gedə bilərik. Müasir dünyada valyuta qızıl ehtiyatlarının davamlı şəkildə artırılmasının özü də müəyyən risklər ehtiva edir. Lakin Rusiya-Çin müqaviləsi uzun müddətlidir və maliyyə cəhətdən özünü tam doğruldur. Avropa iqtisadiyyatla bağlı bəzi xəbərlərimiz var. Belə ki, Avropa Mərkəzi Bankı Avrozon iqtisadiyyatını sağlamlaşdırmaq üçün təcili tədbirlər görməlidir. Avropalı analitiklər bu fikirdədirlər. Ekspertlər problemi həll etmək üçün bankın idarə heyətinin bugün keçiriləcək toplantısına böyük ümidlər bəsləyirlər. Hamı səbirsizliklə Mario Draghi'nin atacağı addımları gözləyir. Avropa Mərkəzi Bankının nizamnaməsi ABŞ və Yaponiyada olduğu kimi aktivlərin və dövlət istiqrazlarının kütləvi şəkildə alınmasına imkan vermir. Lakin manevrlər üçün geniş meydança da var. Zənnimcə, ən optimal variant kimi kredit dərəcələrinin sıfıra endirilməsinə üstünlük veriləcək. Vaxtilə Yaponiyada oxşar vəziyyətdə bu addım atmışdı. Vahid valyuta məkanında inflyasiyanın 1%-dən aşağı olması Avropa Mərkəzi Bankını buna sövq edir. Litva 2015-ci il yanvarın 1-dən Avrozonaya daxil ola bilər.
Bu barədə bəyanat verən valyuta və maliyyə məsələləri üzrə Avropa komissarı Ollerin bildirib ki, Litva Avropa İttifaqının Avrozonaya daxil olmayan 8 dövlət arasında yeganə ölkədir ki, Maastricht sazişinin bütün şərtlərinə tam şəkildə əməl edib. Litva Avropa Birliyinə daxil olaraq öz milli valyutasını dövrədə saxlayan digər birlik ölkələrindən fərqli olaraq Avrozonaya qoşulmaq üçün Maastricht sazişindən irəli gələn bütün kriteriyalar yerinə yetirib. Bu ölkənin uzun müddət ehtiyatla həyata keçirdiyi fiskal siyasət və iqtisadi islahatlar yolundakı səyləri öz bəhrəsini verdi. Doğrudur, ölkənin Avrozonaya daxil olması bir neçə mərhələdən keçməlidir. Əvvəlcə Avropa İttifaqının rəhbərləri birlik ölkələri sammitində buna münasibət bildirməli, daha sonra isə Avropa Parlamenti qərarını açıqlamalı və nəhayət Avrozon ölkələri Nazirlər Şurası yekun qərar qəbul etməlidir. Hesab edirəm ki, Litva artıq gələn ilin ilk günündə Avrozonaya daxil olacaq. İndi isə dünya birjalarında bu saata qeydə alınan tendensiyaya nəzər yetirək. Beləliklə, neft bazarında mənfi dinamika qeydə alınıb bu saata. Light neftinin bir bareli 0,5% enib və hazırda $102.24 satılır. Qiyməti 0,1% ucuzlaşan Brent nefti isə $108 təklif olunub təxminən. Qızıl də ucuzlaşır. Hazırda sarı metalın bir unsiyası $1243.51 satılır. Gümüşün qiymətində 0,32% azalma var. Bu metal indi $18.76 təklif olunur. Platinin qiyməti $1426 düşüb, palladium, mis ucuzlaşıb, alüminium isə 0,65% bahalaşıb. Bu saata Amerikanın aparıcı indekslərində fərqli dinamika nümayiş etdirir. Avropanın fond birjalarında eniş tendensiyası qeydə alınıb. Almaniyanın DAX-ı 0,12%, Böyük Britaniyanın FTSE 100-ü 0,23% ucuzlaşıb. Yaponiyanın Nikkei 225 indeksi isə 0,69% eniş edib. Avro dolları məzəmməsi 1,36-12-yə bərabərdir. Dollar yen 102,46-dır. Funt sterling dollar 1,67-56-ya mübadilə olunur. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənələri dollar 78 qəpik yarım, avro 1 manat 7 qəpik, Rusiya rubli 2,2 qəpik, Türk lirəsi isə 37 qəpikdir. Ekonomikası ayrılan vaxt bu qədər. Günel buyur, söz yenidən sənindir. Təşəkkür edirəm Rasim, sədaya baxırsınız.